Salam əziz tələbələr, vaxt qazandıran sualların 23-cüsü ilə davam edirik. İmtahana dəfələrlə düşən bir sual tipidir, yadda saxlayın. Və bu biraz digərlərindən fərqli sual tipidir deyə bunu yazdım burada, izah eləmək istədim. Çünki digərlərində istəyirəm toplama vurma olur və yaxud toplama çıxma və yaxud ki vurma bölmə olur ayrı-ayrı. Amma burada bir əlavə nüans da var idi ki, onun üzərinə 8 gələn deyir 18, 18-dən 5 çıxan deyir 13. 13 üstə 4 gələn deyir 17, 17-dən 8 çıxan deyir 9. Amma bura baxıram ki 9 yazılmayıb. Deməli, bu sağa sola gedən hissələrdə toplama ilə bərabər eyni zamanda bu hissələrə fikir verin. Hamısı 2-yə bölünən ədədlərdir. 2-yə bölünən ədədlərsə mən 2-yə bölüb üzərinə gəlməliyəm. Yəni 8-i 2-yə bölüb indidən 4 yazıram. Daha sonra 4-ü 2-yə bölüb indidən 2 yazıram. Onun üzərinə 4 gəlsəm eləyir 14. Sol tərəfə gedən çıxır. 5-in çıxsam eləyir 9. 9-un üstünə 2 gəlsəm 11, 11-dən 8 çıxsam 3 cavabını alaramı? Təbii ki, alaram. Bəzən sağa gedən vurma, sola gedən bölmə olur. O da rəqəmlərdən, ədədlərdən rahat şəkildə görmək mümkün olur bunu. Bir də yoxlayaq. Bu hissədə 2-yə bölsəm eləyər bu 1, bunu 2-yə bölsəm bu eləyər 16. İndi sağa getsəm toplayıram. 18 üstünə 1 əlavə heç nə rəqəm gətirmirsə, buradakıları toplayır sadəcə. 18 üstünə 1 gəlsəm 19, 19-dan 8 çıxsam 11, 11-in üstünə 16 gəlsəm 27, 27-dən 9 çıxsam 18 eləyir mi? Edir. Gəlin bu cavabımızı tapaq, yekunlaşdıraq. 26 2-yə bölsəm eləyir bura 13, 2-ni 2-yə bölsəm bura eləyir 1. İndi hesablama vaxtıdır. 2-nin üstünə 13 gəldim 15, 15-dən 9 çıxdım 6, 6-nın üstünə 1 gəldim 7, 7-dən 4 çıxdım 3. Cavabımız oldu D variantı.